Bu videoda sizə kurs və yaxud da xəyal satılmır. Bu bir ticarətçinin gerçək həyat hekayəsidir. Elə isə getdik. Videoya başlamazdan öncə onu bildirim ki, bu videoda paylaşdığım hər bir şeyi Fərid Məhərrəmli Telegram kanalında yazı olaraq yerləşdirirəm. Birinci videomuzun ana mövzusu ticarət biznesində məhsul axtarışıdır. Elə isə məhsul axtarışının sirlərini öyrənməyə başlayaq. Yerli e-ticarət ümumiyyətlə məhsul axtararkən insanların ilk etdiyi səhv nə çox satılır məntiqidir. Bu tamamilə yanlışdır. Nə çox satılır deyil də, rəqabət və logistika baxımından hansı daha üstündür onu seçməliyik. Məhsul seçərkən diqqət edilməli olan bir neçə xüsusi meyar var ki, mən indi onları sizə bir-bir göstərəcəm. İlk öncə xarici marketplace-lərlə rəqabətdən qaçmaq lazımdır. Xarici marketplace dediyimiz şey nədir? Xarici marketplace dediyimiz şey ümumiyyətlə Temu, Trendyol, Ozon və yaxud da bunun bənzəri kimi böyük cross-border marketplace-lərdir. Biz ümumiyyətlə bunlarla rəqabətdən qaçmalıyıq. Lakin bunlarla necə rəqabətdən qaçacaq sual verirsinizsə, burada da iki önəmli faktor var. İlk öncə çatdırılması sürət tələb edən məhsullar, yəni çatdırılması 1-2 saat içərisində olan məhsullar var. Məsəl üçün, bunlar çiçəklərdir, aptek məhsullarıdır, xüsusi hədiyyələrdir, qidalardır. Bunlar sürətli çatdırılma tələb edir ki, böyük marketplace-lər, yəni xarici marketplace-lər sizlərlə bu məsələdə rəqabət apara bilmir. Bu birinci faktordur. Növbəti ikinci faktora gəldikdə isə, İkinci, qavrəlit və həcmi böyük olan məhsullar. Bildiyiniz kimi, xaricdən gələn məhsulların həcmi böyük olduğu zaman, bunun daşıma xərcləri baha olduğuna görə ümumiyyətlə, xarici marketplace-lər bundan qaçır. Məsəl üçün, bu nə tip məsəl? Mebel, ev əşyaları, məişət əşyaları, avtomobil ehtiyat hissələridir ki, bunu xarici marketplace-lərdən almaq biraz daha çətindir. İkinci, zəmanət və qaytarılma tələb edən məhsullar. Bu tip məhsullar daha çox elektronik məhsullar olur ki, bunu daha çox yerli satıcılardan alırlar ki, servis xidməti və yaxud da qaytarılması daha rahat başa gəlsin. Bu üç meyar çox önəmli bir məsələdir xarici marketplace-lərlə rəqabətdən yayınmaq üçün. İkinci önəmli faktor sifarişin orta dəyəridir. Əgər siz bir məhsul satırsınızsa və onun üzərində əgər 5 manat pul qazanacaqsınızsa, buradakı marketinq xərclərini, rəqəmsal marketinq alətlərindən istifadə etdiyiniz zaman qoyulan əks xərclərini və digər xərcləri üzərinə gəldiyiniz zaman sizin, belə deyək, maya dəyəriniz aşağı olur. Ona görə də bu tip faktorlar çox ciddi olmalıdır. Məsələn, 20 manata bir kitab satırsınız və bu kitabın da üstündə 20% pul tutsanız, bu 4 manat edir. Və bu logistika xərcində üstünə gəldiyiniz zaman artıq kitab satmaq sizə o qədər də gəlirli olmur. Ona görə də burada ən azı məhsulun maya dəyəri qazancı heç olmasa 40-50% olmalıdır ki, siz burada marketinq və logistika kimi xərclərinizdən xilas ola biləsiniz ki, bu çox önəmli bir məsələdir. Məhsul seçərkən buna çox diqqət yetirin ki, məhsulun üzərinə neçə faiz marja qoya biləcəksiniz. İkinci bir məsələ cash on delivery və qaytarılma məsələsidir ki, buna çox ciddi əməl edilməlidir. Ümumiyyətlə, e-ticarətdə ən pis hadisə geri qaytarılma hadisəsidir ki, bu daha çox e-ticarət işi görən biznesin əlavə 2 qat xərcə düşməsinə gətirib çıxardır. Ümumiyyətlə, böyük riskli kateqoriyalar var. Bu böyük riskli kateqoriyalar içərisində birinci sırada ayaqqabı gəlir ki, ayaqqabı əsasən ən çox geri qaytarılan məhsul olur. Ona görə buradan qaçmaq lazımdır. Eyni zamanda geyim məsələləridir ki, ölçü və yaxud da vizual görünüşünə görə tez-tez geri qaytarılır. Aşağı qaytarma riskinə sahib olan məhsullar var. Bunlar hansı məhsullardır? Kosmetika, uşaq oyuncaqları, qida əlavələri, aksesuarlar. Bu tip məhsulların geri qaytarma əmsalı aşağı olduğuna görə məhsul seçərkən geri qaytarma məsələsində bunu da nəzərə almalısınız. İkinci bir məsələ, məhsul seçərkən təkrar alış faktorunu nəzərə almalısınız. Siz bir müştəri bir xaladenik satdınız və o müştəri getdi. Və o müştərinin sizdən təkrar xaladenik alması 3, 5, bəzən 10 il çəkir. Amma e-ticarətdə çox önəmli olan faktorlardan birisi odur ki, təkrar alışa sövq edilməlidir. Yəni, məsəl üçün, müştəri aylıq olaraq bu məhsulu sizdən almalıdır. Məsəl üçün, bu nə tip məhsullardır? Heyvan yemləri burada diqqət çəkən məhsullar listəsindədir. Uşaq qidaları burada diqqət çəkən məhsullar kateqoriyasındadır ki, tez-tez müştərilər təkrar-təkrar burada alış edirlər. Və ən son olaraq önəmli faktorlardan birisi burada təchizat zincirinin sabitliyidir. Ümumiyyətlə, toptancı taparkən bu toptancının nə qədər köklü olduğuna və bunun sizə bu məhsulun nə qədər uzun müddət gətirdiyinə və bu məhsulun distributoru olduğuna və sizi bu məhsulla nə qədər müddətə təmin edəcəyinə çox diqqətlə əməl etməlisiniz. Bəzən bir məhsulu tapırsınız toptancı olaraq, sonra siz o məhsulu satmağa başladığınız zaman
toptancı artıq bu məhsulu gətirmədiyini deyir və bu sizin elektron ticarət biznesinə çox ciddi mənfi təsir göstərir. Ona görə bunu mütləq göz önündə almalısınız. Ümumiyyətlə, qısa olaraq buradan dediyimiz məsələ nədir? Trendyol və Temu kimi marketplace-lərin rəqabət göstərə bilmədiyi, sürətli çatdırılma tələb edən, daşıma xərci aşağı olan, qaytarılma riski aşağı olan və eyni zamanda xüsusi tələb olunan məhsul kateqoriyasını seçməlisiniz ki, bu sizin e-ticarət biznesinizə kömək etsin. Məsələn, mən bu kateqoriyada öz e-ticarət biznesimi qurarkən sizlə bərabər seçdiyim kateqoriya aksesuar kateqoriyasıdır və aksesuar kateqoriyasını da hansı kateqoriyanı seçdiyimi növbəti ikinci videoda izah edəcəm.